2026-cı il bu bürclər üçün taleyüklü il olacaq. 2026-cı il aşağıdakı bürclər üçün taleyüklü il hesab olunur. Həyatlarında dönüş nöqtələri, böyük qərarlar və yeni mərhələlər ön planda olacaq. Oğlaq, karyera və statusda böyük dəyişikliklər, illərlə çəkilən zəhmətin qarşılığı gəlir, həyat istiqaməti yenilənir. Dolça, tamamilə yeni həyat dövrü başlayır. Köç, peşə dəyişikliyi, azadlıq və özünü tapma ili. Xərçəng, ailə, ev münasibətlər sahəsində taleyüklü qərarlar, keçmiş bağlanır, yeni başlanğıc açılır. Qoç, riskli amma uğurlu addımlar, liderlik, şəxsi güc və taleyin sınaqları bu ili fərqli edəcək. Əqrəb, daxili və xarici transformasiya, güclü bitişlər və eyni dərəcədə güclü başlanğıclar. Oxatan, həyat fəlsəfəsi dəyişir, təhsil, xaric, böyük məqsədlər və taleyüklü fürsətlər ili.